Toyuq saxlayan qardaşlarıma tövsiyə edirəm. Bax, bu nədir? Sarımsaq. Bəli, bəli. Bu tökəcəyik deməli sarımsağı belə qabın içinə, bax, sok qabının içinə deyək ki. Və su ilə dolduracaq, qoyacaq bir həftə qaranlıqda saxlayacaq. Qaranlıqda qalacaq və sarımsaqdan bütün o lazım olan maddələri suya çəkəndən sonra tökəcək bunu toyuqların su qabına. Onu nə cür edəcəyini sizə göstərəcəm. Süzgəc götürürük. Sarımsaq tökülməsin deyə suya. Baxın, bütün bunu boşaldırıq hamısını qabın içinə. Pesok götürürük, bu qədər. Bu proseduru həftədə bir dəfə eləsəniz kifayətdir. Amma mütləq eləməlisiniz də. Sonra baxın necə köpükləyəcək. Dərşdir verin buna. Sarımsağın iyisi o da gözəl gəlir. Deyib ki, onu sizə ötürə bilmirəm. Baxın dostlar, görün necə köpüklədir. Bu ucu təmiz, təbii dərmandır. Belə edirik. Mütləq belə qaldırırıq ki, toyuqlar su qabının üstünə çıxmasın. Dəmir bağlasaq kifayətdir. Burada bir sizə görsədə toyuqlar nə ilə məşğuldur. Burada yumurtlayırlar. Vadi, yumurtlayırlar səhər-səhər. Bunun gözəlliyinə baxın. Başa düşdüm, sən də varsan. Bunun quyruğuna baxın, görün nə boydan.